WUF 13-ün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal şəhərsalma gündəliyinə verdiyi töhfənin nəticəsidir. Bu fikirlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq prosesi ilə bağlı keçirilən mətbuat konfransında səsləndirilib. Tədbirdə forum çərçivəsində görüləcək işlərdən də danışılıb. Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əsas mövzusu hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri olacaq. Forum çərçivəsində qlobal səviyyədə şəhərsalma siyasəti, praktiki həll yolları və iqlim dəyişikliklərinin təsiri ətraflı şəkildə müzakirə ediləcək. BMT-nin proqnozlarına görə 3 milyard insan mənzil təminatından əziyyət çəkir, yoxdur. 1 milyarda yaxın insan qeyri-formal şəraitdə yaşayır. Urbanizasiya özü ilə iqtisadi imkanlar gətirir, rifah üçün xüsusi imkanlar yaranır. Bununla belə şəhərlər məhz bu dəyişikliklərlə üzləşməli olurlar. Forumun mövzusuna nəzər salsaq, bu birbaşa yaşayış yerlərinin, məskənlərinin təminatı ilə onların əlverişli, təhlükəsiz, əlçatan olması ilə əlaqədardır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar ölkəmizə gələcək qonaqların yüksək səviyyədə qarşılanması üçün bütün tədbirlər görülüb. Əsasən yerləşdirmə üçün məhz Bakı Abşeronda 100-dən çox otellə kommunikasiya edilib ki, qonaqları qəbul edilməsi ilə məşğul olsunlar. Hal-hazırda 60-dan çox otel beynəlxalq platformada rezervasiyadan, yəni satışlarını həyata keçirir. Ümumən Bakı şəhərində 206 ulduz kateqoriyası sertifikatı almış otel var ki, bunların da yerləşmə, belə deyək də, fondu, nömrələrin fondu 12 mindən çoxdur. Bundan əlavə alternativ olaraq da 126 yerləşmə obyektimiz var. Forumla bağlı geniş informasiyanın əldə olunması məqsədi ilə wuf13.az saytı da istifadəyə verilib. Sayt 6 bölmədən ibarətdir. İştirakçılar üçün məlumat bölməsində bizdə qeydiyyat, qonaqlama, məkan, xüsusilə səfər bələdçisi bölməmiz, buranın tərkibində də alt bölmələrimiz var. Bakıya səfər, hava limanı transferləri, şəhər daxili nəqliyyat, mədəni torlar, əlçatanlıq və inklüzivliklə bağlı məlumatlar yer alınır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq prosesi ilə bağlı keçirilən mətbuat konfransında qeyd edildi ki, WUF 13 ilə bağlı mərkəzi rezervasiya platforması da yaradılıb. İndiyə qədər 68 otel bu platformaya daxil edilib. Gülşanə Mahmudova, Novruz Kəzimov, ASTV Xəbər.